Sumqayıt şəhərindəki 2 nömrəli yataqxanada yaşayan sakinlər ağır şəraitdən şikayət edirlər. Yeni Çağaza ünvanlanan şikayətdə Sumqayıt şəhəri 41-ci məhəllə 2 nömrəli yataqxanada yaşayan sakinlərin ağır şəraitdə yaşadığı və ciddi təhlükələrlə üzləşdikləri bildirilib. Kadrlardan da görünür ki, Sumqayıt şəhər icra hakimiyyətinin laqeydliyi nəticəsində yataqxana artıq ciddi şəkildə qəzalı vəziyyətə düşüb. Betonların çürüməsi, armaturların xarab olması və binanın strukturunda yaranan ciddi problemlər sakinlərin həyatını təhlükə altına alır. Görüntülərdən aydın olur ki, binadakı yüksək nəmişlik uşaqlarda müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır. Sakinlər hər gün təhlükə ilə üzləşsələr də, Sumqayıt şəhər icra hakimiyyəti bu məsələyə heç bir ciddi yanaşma göstərməyib. Sakinlər deyiblər ki, onlar dəfələrlə müraciət etmələrinə, habelə müxtəlif zamanlarda məktublar yazmalarına baxmayaraq, müsbət heç bir nəticə əldə edə bilməyiblər. Sumqayıt şəhər icra hakimiyyətinin laqeyd və cavabsız yanaşması isə onları çıxılmaz vəziyyətə salıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.